Qarabağ uğrunda döyüşən hünərli oğullarımızın hər birinin müqəddəs amalı qələbəni təmin etmədən geri dönməmək və bu yolda son damla qanlarına dək vuruşub düşməni torpaqlarımızdan qovmaq idi. Elə bu müqəddəs amalla yaşayan vətən sevdalısı igidlərdən biri də kapitan Samid Əskərovdur. Cəsur zabitimiz vətən müharibəsi başlayanda məzuniyyətli olsa da silaha sarılıb döyüş meydanına atılır. Gəlin onun haqqında hazırlanan video reportajı izləyək. Şəhid kapitan Samid Əskərov bir zamanlar bu evdə yaşayıb. Ailəsi oğlunun xatirəsini əbədiləşdirməkdən ötürü qəhrəman zabitimizin adına evin qarşısında bulaq inşa etdirib. Möhtəşəmliyi ilə göz oxşayan bu bulaq indi Neftçalada yaşayan hər kəsin müqəddəs ziyarətgahına çevrilib. Əskərovlar ailəsinin yaşadığı evə daxil olanda qapıda bizi şəhid kapitan Samid Əskərovun atası Gülmalı dayı qarşılayır. Həyətin giriş hissəsindən evin qarşısına kimi Samidin şəkillərindən ibarət lövhələr hazırlatdıran ata oğlunun vətən torpaqlarının azad edilməsində göstərdiyi qəhrəmanlıqla qürur duyur. O kövrəlsə də, çətin də olsa bizə Samidlə bağlı xatirələr danışır. Samid Gülmalı oğlu Əskərov 1989-cu il oktyabr ayının 2-də Neftçala rayonunun Boyat kəndində dünyaya göz açıb. Bir çox yaşıdlarından fərqli olaraq Samid orta məktəb illərindən ömrünü bağlayacağı bir sənət seçir. Özü də ən gərəkli, ən məsuliyyətli və ən müqəddəs bir sənəti, hərb sənətini. Elə hərb sənətinə vurğunluğu Samidi 2005-ci ildə Cəmşid Naxçıvansk adına hərbi liseye gətirir. İlk dərs günündə müdavim formasında özünü dünyanın xoşbəxti sanır Samid. O burada oxuduğu illərdə ilkin hərbi vərdişlərə yiyələnir, iradəli, bacarıqlı, dözümlü olmaq kimi hərbiçiyə məxsus xarakteri xüsusiyyətləri özündə tərbiyə edir. 2008-ci ildə hərbi liseyə yaxşı nəticələrlə başa vurub, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Burada da peşəkar, təcrübəli müəllimlərindən hərb elminin sirlərini dərindən öyrənir. O, daima öz üzərində çalışır və gələcəkdə peşəkar zabit olmaqdan ötürü ixtisas fənlərini daha dərindən mənimsəyirdi. İllər sürətlə bir-birini əvəzləyir. Samid Əskərov 2012-ci ildə Ali Hərbi Məktəbi Qoşun Kəşfiyyat ixtisası üzrə başa vurub, ordumuzun zabitləri sırasında leytenant ulduzunu çininə taxır. Samidin xidməti düşmənlə özbəöz mövqedən, Ağdamda yerləşən en saylı hərbi hissədən başlayır. Nümunəvi zabit kimi özünü təsdiqləyən Samid hərbi təlimlərdə xüsusi bacarığı ilə seçilir. Əvvəllər kəşfiyyat tağım komandiri, sonralar isə bölük komandiri kimi vətənə şərəflə xidmət edir. Samid getdikcə daha da puxtələşir. O, 2019-cu ildə kəşfiyyat bölmələri ilə keçirilən dağ hazırlığı üzrə toplanışda yüksək nəticələr göstərdiyinə görə general-leytenant Hikmət Həsənov tərəfindən fəxri fərmanla təltif olunur. Düşmənlə üzbəüz mövqedə xidmət edən gənc zabit bununla iftixar hissi keçirir. Qorxu bilməz və ölümün gözünə dik baxan Samid və onun döyüşçü yoldaşları içdikləri hərbi anda vətən, torpaq andına sadiq qalaraq Füzuli istiqamətində düşmən səddini yarıb onları torpaqlarımızdan qovurlar. Samid barəsində çox danışmaq olar. Samid vətənə bağlı insan idi. Füzulinin ilk erməni səhdini, ilk erməni postunu bu mülkədə girib çıxan insanlardan biridir Samid. Qəhrəmancasına Samid həlak olub. Samid ilkimlər qızıl qələmlə tarixə yazılası insanlardır. Vətən üçün yaranmışmış Samid ilkimlər. Allah bütün şəhidlərimizi rəhmət eləsin, qazilərimizə rəhm eləsin. Samid komandir kimi hər an, hər dəqiqə döyüş əmri gözləyir. Qələbə arzularıyla yaşayırdı. Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən bir zabit və hər bir qeyrətli Azərbaycan vətəndaşı kimi Samidin ən böyük arzusu məhz işğal altındakı torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması idi. Elə bunun üçün də vətən müharibəsi başlayanda o məzuniyyətdə olsa da, özünün istəyi ilə haqq savaşımızda iştirak etmək üçün döyüş meydanına atılır. Samid sonuncu dəfə evdən çıxanda hər kəsi təəccübləndirir. Ən böyük arzusu Qarabağ torpaqlarını azad etmək olan cəsur zabit döyüş meydanına da sevinə-sevinə gülərək gedir. Döyüşə gedəndə özüm həyətdə qabaq qapıdan evladından gizlin yola saldım. Döyüşə gedəndə də gülürdü. Əvvəl görüşməyib mindi maşına bizimlə. Başa düşmədim mən heç ki, bu müharibəyə gedir, müharibə başlayıb. Heç vaxt döyüş haqqında bildirmirdi, iş haqqında heç vaxt danışmırdı. Qayıtdı, təzədən görüşdü. Gülə-gülə. Heç o bizə bildirmədi ki, müharibədədir. Elə mənə deyirdi ki, arxada təlim keçirəm, amma narahat olma, niyaran qalma. Samid 2015-ci ildə yaxın qohumu Nübar xanımla evlənir. Onların bu izdivacdan Kənan adında bir oğlu dünyaya gəlir. İndi ailəsi Samidin qoxusunu balaca Kənandan alır. Şəhid anası Sevinc Əskərova deyir ki, Samid çox pozitiv və gülərüz insan idi. Həmişə nikbin düşüncələrlə yaşayırdı. Samid haqqında bir ana olaraq mən üçün danışmaq o qədər ağırdı ki, o qədər çətindir ki, heç bir təsəllisi olmayan dərd verdi. Samid bizə getdi. Fəxir doğrusa, çox acı, çəkiləsi dərd deyil. Samid o qədər həyat dolu, sevgi dolu, o qədər gözəl şeylər düşünürdü ki, Samid akademiya sənəd hazırlayırdı.
Axırıncı dəfə 27-si döyüşə gedəndən sonra 28-i getdim evinə. Getdim Samidin paltarlarını gördüm ki, akademiya hazırlaşıb. Yoldaşı gətirdi, görkəzdi mənə ki, bunları bəs Samid tikdirib akademiya hazırlaşır. Samiddən nə qədər danışsam qutarmaz. Samid mənim həyatımın elə bil ki, ən maraqlı səhifəsi idi. Bütün sevincim Samidlə getdi. Sentyabr ayının 30-u Füzuli rayonunun Seyid Əhmədli kəndi istiqamətində gedən şiddətli döyüşlərdə kapitan Samid Əsgərov qəhrəmancasına şəhid olur. Cəsur zabitimizin göstərdiyi igidlik Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilir. O, ölümündən sonra vətən uğrunda və Füzulinin azad olunmasına görə medallar ilə təltif olunur. Vətən üçün canını fəda edən kapitan Samid Əsgərov kimi igid oğullar hər zaman bizim qəlbimizdə yaşayacaq. Ruhun şad, məkanın cənnət olsun şəhidim. İsmail Cəfərli, Elviz Nəsirli, Neftçala.